informasiya həcmi. Mənə lazımdır bir şagirdin, elə bir məsəl üçün sən gedirsən, məsəl üçün məktəbəyə, sənin qovluğun var. Sənin o qovluqda nəyin var? Sağlamlıq kağızın var, nə bilim, şəklin var, pasportun sürəti var. Və sinifdə təsəvvür elə neçə dənə belə şagird var? 15 dənə belə şagird varsa, bu 15 şagirdin bu qovluğu 10 megabayt həcmindədir. İndi lazımdır ki, mənə Leylanın bu qovluğunun yaddaşda tutduğu həcm nə qədərdir? Bunu tapmaqdan ötürü də heç nə. Yəni, düsturumuz V bərabərdir, simvol, vurulsun səhifə, vurulsun sətir, vurulsun i. Buradan bərabər qoyduq, kəmiyyətləri hesablayırıq. 256 vurulsun 32, vurulsun 128, vurulsun 2 bayt. Mən alacağım burada cavabı baytla. Sadəcə mən rahat ixtisar aparmaq istəyirəm deyib, kəmiyyəti elə bil çevirməliyəm də, yəni eyni ölçü baytına gətirək. Deməli, birinci baytdan kilobayta çevirək. Əgər daha böyük bir cavab alsa, rahat çevirsə, megabayta da çevirərik. Bununla bunu ixtisar aparaq. Burada qaldı, deməli, 4. 1024. Kilobayta çevirdim. Baytdan kilobayta çevirdim. Ha. 4 ilə də 32 getdi. Burada qaldı 8. Elə bir 8 vurulsun 128, vurulsun 2. Bu nə elədi? Deməli, 2 üstü 3, 2 üstü 7, 2 üstü 10, 2 üstü 11. O da nə elədi? 2 megabayt. Aysel 2 üstü 11, bunu da 1024'e böləndə, deməli 2 üstü 10'a böləndə 2 megabayt. Deməli bizim bir şagirdimiz haqqında məlumatımız 2 megabayta bərabər oldu. Onda deməli 10 megabaytdırsa ümumi həcm, onu 2'ye böləndə 5 şagird. Aysel. Deməli bizim neçə şagirdimiz olmuş oldu? 5 şagirdimiz olmuş oldu. Aydın oldu? Evet. Aferin.